Başlayaq. Demək uşaqlar, termodinamikada biz işə baxdıq. İndi termodinamikada bizim izoprosesləri termodinamikanın birinci qanununa tətbiqi var. İzoproseslər, bizim keçdiyimiz o molekulyar kinetik nəzəriyyədəki izoproseslər var. Həmin onu termodinamikanın birinci qanununa tətbiq var. Uşaqlar, demək biz dedik ki, daxil enerji iki üsulla dəyişilir. Hansı üsullar idi? İsi miqdarı vermək və üzərində iş görmək. Bəli, cismin daxili enerjisinin dəyişməsi iki üsulla mümkün idi. Delta U bərabər idi Q, üstə gəlinsin A bizim sistemin daxili enerjisinin dəyişməsi idi. İsi miqdarı vermək və üzərində iş görmək. Bu bizim üçün demək sistemin daxili enerjisinin dəyişməsi. Mən buradan Q-nü tapsam, Q bərabərdir delta U çıxılsın A və ya delta U üstə gəlinsin nə yaza bilərəm? A ştrix. Çünki A ştrix mənfi A-ya bərabər. Lap yaxşı. Onda nə deyirik? Deyirik ki, sistemin isti miqdarının bir hissəsi daxili enerjiyə, bir hissəsi də qazın görülməyinə sərf olunur. Amma proseslərə görə dəyişir. Məsələn, birinci deyirəm izotermik proses. İzotermik prosesdə nə sabit idi? Temperatur. T bərabərdir konstant. Temperatur sabitdirsə, onda mənim daxili enerjimdə verilmiş kütlə üçün daxili enerjimdə sabitdir. U da onda olacaq konstant. Onda delta U nə olacaq? Bir şey sabitdirsə, onun dəyişməsi sıfır da. Yeni şeydən yeni şey çıxarır, qalar sıfır. Aydındır? Onda delta U olacaq sıfır. Onda Q bərabərdir delta U üstə gəlsin A ştrix deyilmi? Delta U sıfıra gedir, Q nəyə bərabər olacaq? Ona görə deyirik ki, sistemə verilən isti miqdarının hamısı nəyə sərf olunub? İşin görülməyinə. Bu proses biraz zəif bir prosesdir. Yəni, nə isti miqdarımız varsa, hamısı işin görülməyinə sərf olunur. Keçirəm, indi deyirəm ki, izoxor proses. Nə sabitdir? V sabitdir. V konstantdır. İzoxorda V konstantsa iş görülürmü? Xeyr, iş sıfıra bərabər. Bu dəfə A ştrix-mi sıfıra bərabərdir? Razıyıqmı? Onda Q nəyə bərabərdir? Delta U üstə gəlsin A ştrix-də bu sıfıra gedirsə, onda Q bərabərdir A ştrix-ə. Üzr istəyirəm, delta U-ya. Nəyə bərabərdir? Delta U-ya. İndi siz fikir verin. Ay müəllim, onda biz Q-nün yerinə PV, nümertə yaza bilərikmi? Bəli, izotermik prosesdə yaza bilərik. Və ya A-nın yerinə Sm delta T, Qm, Lm, lambda M kimi şeylər yaza bilərikmi? Əlbəttə yaza bilərik. Ay müəllim, onda bizim Q'miz delta U-ya bərabərdir. Mən Q'nun yerinə 2/3 nümertə, 2/3 PV yaza bilərəmmi? Əlbəttə yaza bilərik. Və ya delta U-muzun yerinə Sm delta T yaza bilərəm? Əlbəttə yaza bilərəm. Prosesi görə. Hansı prosesdə yazacaqsan? İzoxorda. Hansı prosesdə nə yazacaqsan? İzotermikdə. Rahat başa düşdükmü? Məsələn, nə vaxtda delta U Sm delta T-yə bərabərdir? Q'nun düsturu nədir? Sm delta T. O nə vaxtda delta U-ya bərabər olar? İzoxorda. Başa düşdünlərmi bu hissəsini? Dəqiq. Bəli. Bax, bunların hər birisini biz bu şəkildə yaza bilərik ki, rahat şəkildə burada yaza bilərəm ki, məsələn, A ştrix bərabərdir Sm delta T. Nə bilim, Q bərabərdir nümer T və ya PV. Və ya burada yazaram ki, delta U-muz Sm delta T və yaxud da ki, Q bərabərdir 2/3 nümer T. Aydındır, bunların hamısını yaza bilərik. Sonra axırıncı qaldı uşaqlar, izobar proses. Nə sabitdir? P konstantdır. P konstantdır. Uşaqlar, nə idi? Q demək bərabərdir delta U üstə gəlinsin A ştrix. Normalda delta U-muz 2/3 PV-dir. Bəli, A ştriximiz də ki PV-dir. Düzdür? 2/3 PV üstə gəlinsin PV. Bu da olar 2/5 PV və ya 2/5 A ştrix. Razısan? Buradan A ştrixi tapsam, A ştrix bərabərdir. 0,4 nə verəcək bizə? Q. Yəni 2/5, 0,4. Onda 0,4-ü işə sərf olunursa, onda delta U-ya nə qədər qalacaq? 0,6.
onda delta U'muz da bərabərdir 0.6 Q olacaq. Yəni Q bərabərdir delta U üstə gəlsin A'-dirsə, deyirik ki, bu proses əgər izobar prosesdirsə, 0.6-sı, yəni 60% daxili enerji keçəcək, 0.4%, yəni daha doğrusu 40% isə, 0.4 hissəsiz 40% isə işin görməyinə sərf olunacaq. Aydındır. Burada normalda 100% işin görülməyinə sərf olunur. Burada 100% daxili enerjiyə keçdi. Burada isə 0.6-sı 0.4 keçdi. Aydın oldu Nərmin? Həmişə belədir. Həmişə 60-ın 40-a. Aydın izobar proses. Ancaq izobar proses gördüm. Məsələn, tutaq ki, filan qədər qiymət verir. Bunun 0.6-sı, yəni 60% daxili enerjinin, 40% isə məhz işin görülməyinə sərf olunur. Daxili yanma mühərrikləri. Uşaqlar, daxili yanma mühərrikləri qısa bir məlumatdır. Daxili yanma mühərrikləri 4 taktda işləyirlər. Daxili yanma mühərrikləri hansılardır? Buxar turbinidir, karbürator mühərrik bilirsiniz də maşın motorundan söhbət gedir. Buxar turbinidir, dizel mühərriklər, karbürator mühərriklər, bunlar reaktiv mühərrik, bunlar hamısı daxili yanma mühərrikləridir də. Daxili yanma mühərrikləri uşaqlar 4 taktda işləyirlər. Burada Porsche əvvəlcə, burada bizim Porsche'miz var. Porsche əvvəlcə benzini sovurur bu Porsche'nin içərisinə. Benzin, yanacaq sovurulur Porsche'nin içərisinə. Sonra bunu aşağı sıxır. Daha çox dizel mühərriklərdə partlayışla yanma baş verir. Sonra Porsche'ni sıxır aşağı. Aşağı sıxılan kimi siz keçmədikdə o prosesi orada sürətli sıxılma zamanı uşaqlar adiabatik bir proses kimi nisbətən ona bənzər bir proses kimi burada yanma baş verir. Dizel yanır. Yanan kimi bunu güclü bir partlayış olur. Bunu geri itələyir. Aydındır. Soğurur, sıxır. İş görür, iş görmə geri itələmə və sonra da tüstüsü xaricidir. Şöyle tüstüsünü çıxar. Benzini soğurur. Maşın motorda sistemi necə? Benzini soğurur, yandırır. Sonra tüstüsünü xaric. Benzini motor soğurur, baktan soğurur da. Aydındır. Benzini soğurur, yandırır və xaric edir. Aydındır. Ona görə də o 4 takta işləyir uşaqlar. Birinci, yəni benzini soğurma hissəsidir. İkinci sıxır. Üçüncü iş görür. Dördüncü isə xaric edir. Yaxşımı? Yanacağı məhz çıxardır, çölə atır. Yəni artıqlarını biz çölə atmış olur. Faydalı iş əmsalı uşaqlar. Faydalı iş əmsalı. Fiyə. Demək uşaqlar normalda faydalı iş əmsalı sistemində necədir? Baxın, bizim üçün biz faydalı iş əmsalını əvvəldə keçmişdik sizlə. Orada danışanda bir şey danışmışdık ki, faydalı işin tam işə nisbətidir. Faydalı iş burada proses necədir? Tam iş prosesi necədir? Uşaqlar, məsələn tutaq ki, kombidə yanan temperatur və yaxud da ki, hal-hazırda bizim o radiatordakı temperatur tutaq ki, 60 dərəcədir, 70 dərəcədir tutaq ki. Amma baxırıq ki, otağımızın temperaturu 25 dərəcədir, 27 dərəcədir. Nə müşahidə edirik uşaqlar? Baxın, o qızdırıcıdır. Aydındır. Qızdırıcı həmən o temperaturu soyuducu otağa verir. Aydındır. Qızdırıcı o temperaturu otağa verir. O verdiği zaman orada bir iş görülür. Qızdırıcı ilə soyuducunun temperaturları arasında bir fərq var. Yaxşı. Faydalı olan hissəsi hansıdır? Biz dedik ki, neçə faiz məsələn kombi faydalıdır. Məsələn, kombidə temperatur tutaq ki, 80 dərəcə göstərir. Amma baxarsan ki, otaqdakı radiatorda temperatur məsələn tutaq ki, 60 dərəcə. Deyirik ki, orada məsələn bir iş görülüb, soyuda sistemdə soyuma prosesi baş verir də, yəni qızdırana qədər əlavə enerjidir. Məsələn, deyirik ki, tutaq ki, 60% orada qazanımız olub, 20% itirmişik. Sonra başlayır otağa soyuducu kimi baxsaq, baxırıq ki, deyirik ki, məsələn, tutaq ki, 60 dərəcə qızdırıcıda tam otağın temperaturu 25 dərəcə. Faydalı tutaq ki, burada 25 dərəcəmiz baxırıq ki, deyirik ki, faydalı bax bu hissəsidir. Baxın, faydalı iş əmsalında bizim burada teta bərabərdir, bəli, H' bölünsün Q1 vur 100% və ya teta bərabərdir H' bölünsün T1 vur 100%'dir. 100%'dir. İndi burada H''miz yaddan çıxartmayın. Q1 çıxılsın Q2'dir və ya T1 çıxılsın T2'dir. Baxın, bir qızdırıcımız var.
Bir soyuducumuz var. Buraya yazaq qızdırıcı. Buraya yazaq soyuducu. Burada bir iş görülür. Burada bir iş görülür. Qızdırıcı, soyuducu. Qızdırıcıdan alırıq, soyuducuya veririk və burada da görülən bir iş var uşaqlar. Tutaq ki, deyirik ki, kombidən alınıb, otağa verilir. Aydındır. Kombidən baxırıq 80 dərəcədən otağa veriləndə filan qədərdir. Aydındır. Arasında iş görülür. Ona görə də bizim üçün Q1, Q2 nədir uşaqlar? Q1 ilə Q2-yə, buraya yazırıq ki, Q1, buraya yazmayaq, çünki oraya şey yazacağım. Altdan yazın ki, qarışmasın. Və yazıram ki, Q1 və T1 qızdırıcıdan alınan isti miqdarı və ya temperatur. Qızdırıcıdan alınan Q2 və T2-yə soyuducuya veriləndir. Soyuducu yox, yəni otaq soyuducu da alıb verir. Soyuducuya verilən həmişə Q1, Q2 qızdırıcıdan aldığımızdır. Q2 ilə T2 isə soyuducuya verdiyimizdir uşaqlar. Alırıq, veririk və burada bir iş görülür. Həmən o iş hissəsi var. Bax, o iş budur. A-1 bərabərdir. Q1 çıxısın Q2. Buradan almışıq, bura vermişik. Nə qədərdir? Məsələn, 80-dir. Tutaq ki, bura 60-dır. Çıxırıq, qalır nə qədər? Orada görülən iş, məsələn, deyirik ki, burada görülən işimiz bizim 20 dərəcədir. Məsələn. Ona görə də biz burada bu bərabərdir. Yazaram onda Q1 çıxılsın, Q2 bölünsün, Q1 və ya 1 çıxılsın, Q2 bölünsün, Q1 şəkildə yaza bilərəm. 100%lərdən unutmayın. Yəni T1 çıxılsın, T2 bölünsün, T1 və ya 1 çıxılsın, T2 bölünsün, T1 formasında bunları yaza bilərik uşaqlar. Və salam, faydalı iş əmsalı da bu qədər. Başqa da bizim orada deyəcəyimiz elə bir şey